Oğluna həsr olunmuş kitabı alır şəhid anaları. Allah Teala səbir versin. Bütün şəhidlərimizə rəhmət diləyirəm. Sevdə xanıma bir daha təşəkkür edirik ki, bax bu təşəbbüsü gördü və onları tarixlərin yaddaşına həkk edir. Təbii ki, biz nə qədər mahnılar qoşsaq da, marşlar qoşsaq da, şeirlər yazsaq da, onların borcunu çıxa bilmərik, borcunu ödəyə bilmərik, amma bu özü də çox gözəl bir təşəbbüsdür. Şairə Sevda İbrahimli bu təşəbbüsü yerinə yetirənlərdən biridir. Sevda xanım, çox sağ olun, təşəkkür edirik, var olun. Gördüyümüz kimi şəhid analarımız gəlir, evladlarına həsr olunmuş kitabları götürür. Bəli, əziz dostlar, Allah Teala bütün şəhidlərimizə rəhmət eləsin, yaralı qazilərimizə şəfa diləyirəm. Allah Teala xalqımıza bir də ağır acı yaşatmasın.